Baxın, Ramazan ayında hər gecə 2 rükət namaz qılın. Niyyəti də belədir. Ramazan ayında hər gecə qılınan müstəhəbbi namazı qılıram, qurbətən ilallah. Həmd surəsi oxunur 1-ci rükətdə və 2-ci rükətdə və Həmd surəsini oxuyandan sonra 3 dəfə İxlas surəsi, yəni Qul huvallahu əhəd surəsini oxuyun. 2 rükət, hər rükətdə həmd və 3 dənə Qul huvallah İxlas surəsi oxunur. Salamı verdikdən sonra bir dua var, çox qısadır. Subhana mən huvə hafizun la yəğful, Subhana mən huvə rahimun la ya'cal, Subhana mən huvə qaimun la yəshu, Subhana mən huvə daimun la yəlhu. Bu duadan sonra 7 dəfə təsbihat-ı ərbəəni oxuyun. Subhanallahi velhamdülillahi və la ilahə illallahu vallahu akbar. 7 dəfə bunu deyin. Ondan sonra belə deyin. Subhanəkə, subhanəkə, subhanək, ya azim, iğfir liyyəzzənbəl azim. Axırda 10 dəfə Peyğəmbər və əhl-i beytinə salavat göndəririk. Allahümmə salli ala Muhammed və ali Muhammed. 10 dəfə. Gördüyünüz kimi namaz qısa, ondan sonra oxunan zikirlər, dualar qısa, amma savabı, mükafatı isə böyükdür. Buyururlar ki, hər kəs bu 2 rükətli